Çox hörmətli bağ həvəskarları, şəxsi həyətyanı sahəsi olan vətəndaşlarımıza bugün bu mövsümün bu vaxtında müəyyən məsləhətlərimi verməyin bitkilərin qorunmasına əlaqəli müəyyən məsləhətlərin verilməsinə ehtiyacı var. O səbəbdən mən də istədim ki, müəyyən bildiklərimi sizlə paylaşam. Hal-hazırda yayılan əsas zərərvericilər, demək, yarpaq mənələri deyirlər, yarpaq bitləri də deyirlər, yarpaq bükənlər, yarpaq yeyənlər, çiçək yeyənlər, digər zərərli orqanizmə yayılmasının əsl vegetasiya dövrüdür. Bu səbəbdən də bunlara qarşı bu məhsulun qorunması, ağacların qorunması, inkişafın zəifləməməsi üçün bitkilərdə müəyyən tədbirlərin yerinə yetirilməsi çox vacibdir. Belə ki, əsas olaraq mən öz bağımda əvvəl ala otlarını vurmuşam, təmizləmişəm. Yəni ki, bütün zərərverici orqanizmlərin qış mənbələri əsasən torpaqda ya yarpaq, tökülən yarpaqların altında, digər gizlin yerlərdə qış mənbələrini keçirən zərərvericilər ilk dəfə ayılanda onlar öz inkişaflarını əvvəlcə ala otların üzərində, ot bitkilərin üzərində müəyyən inkişaflarının müəyyən fazalarını keçirirlər. 1 yaş, 2 yaş dövründə. Sonra oradan mədəni bitkilərdə müəyyən yarpaqlar əmələ gələndən sonra, fizioloji proseslə başlayandan sonra miqrasiya edirlər həmin sahələrə. Çünki ala otları biraz tez düzəlir, tez inkişaf edir. O səbəbdən mənbəli ondan istifadə. Odur ki, ala otların birinci sahənin təmizlənməsi çox vacibdir. Başqa bir şey deməyəcəm. Adi götürək, bu bizim gavalı ağacımızdır. Bu gavalı ağacında görürsünüz, artıq meyvə üstündə var. Ancaq bir yarpağı buradan qoparacağım. Sizə göstərəcəm ki, burada artıq yarpaq bitləri, mənələri kütləvi yayılma dövründədir. Fikir verirsiniz. Görürsünüz, görmürsünüz. Bax, kütləvi yayılıb bunda. Odur ki, nar ağaclarında, gavalıda, heyvada, qızıl güllər, bütün bəzək güllərindən tutub alyandraya qədər hər bir bitkilərdə, hər bitkinin öz mənəsi olmaqla onların hal-hazırda yayılmasının ən aktiv fazasıdır. O səbəbdən də onlara qarşı mübarizənin vaxtında və düzgün təşkil olunması çox vacibdir. Mən sizə qısa bir məsləhət verəcəm ki, nə etmək lazımdır? Artıq bu yarpaqlarda hər bir bitkinin əsasən cavan zoğlarında, cavan əmələ gələn zoğlarda, yarpaqlarda bu mənələr ümumiyyətlə aydın görükür. Üst-üstə, hətta döşənmiş, qanadsız, bədənləri də elə bil ki, ovalvarı olan hərəkətli sürfələr əmələ var orada. Deyək ki, mənələr də digər zərərverici orqanizm. Siz aşkar onları görmə imkanınız var. Bu səbəbdən də ilkin olaraq, profilaktik olaraq, əgər tək-tək də varsa, profilaktik olaraq vurmaq lazımdır. Əgər müəyyən vaxtını keçirmişsinizsə, hökmən dərman preparatlarından istifadə etmək lazımdır. Düzdür, baxın, başqa məsələn, digər kimyadan istifadə olunmayan müəyyən məsləhətlər var, ya preparatlar var, sabun suyu deyirlər, nə bilim, digər şeylər deyirlər. Ancaq əsas effekti olan hal-hazırda da məhz bu kimyəvi mübarizədir. Kimyəvi mübarizənin də indiki preparatlar bir o qədər də iyiləri yoxdur, müəyyən qədər onların ətraf mühitə çox qalma ehtimalı da azdır deyə, tez parçalanırlar deyə, ətraf mühitə o qədər də zərər vurmurlar. Odur, məsələ odur ki, dərmanlamanı apardığınız dövrdən 2-3 gün sonra, 1 gün sonra, əgər 2 gün sonra, ya 1 həftədən sonra artıq orada o preparatın heç bir qalıq tərkibi demək olar ki, qalmır. İndi mən sizə hər halda bu çiləmənin qaydasını müəyyən şeylər deyəcəm, müəyyən təhlükəsizlik qaydalarına mütləq əməl olunmalıdır. Çalışmaq lazımdır ki, dərmanlama aparan zaman havanın şəraitinə baxmaq lazımdır. Əgər hava küləklidirsə, yağma ehtimalı varsa, o tədbirin təxirə salınması vacibdir. Yox, əgər ki, Abşerondur və digər ərazilərimizdə həmişə küləklər olur. Mülayim küləklər olduğu vaxtda da bu tədbiri keçirmək olar. Yaxşı olar tədbir səhər saatlarında və yaxud axşam tərəfi günün istiliyi bir qədər azaldıqdan sonra, indi hal-hazırda günün o qədər istiliyi yoxdur. O səbəbdən günün istənilən vaxtı imkan oldu.
bu zərərvericiliyə qarşı mübarizəni aparmaq lazımdır. Mən təklif elədim, hələlik bir preparat var. Adı Jupiter'dir. Bunun adını ildən, 2 ildən bir dəyişirlər. Ümumiyyətlə bunun tərkibi əsasən sorucu və yarpaq yeyənlər, müəyyən bu cür zərərli orqanizmlərə qarşı istifadə olunur. O cümlədən deyək ki, yastıcalar da ola bilər, digər sorucu ağız aparatından malik olan zərərvericilərin qarşısının alınmasında səmərəli istifadə olunur. Çünki mən bu preparatı alanda bunun məsələn keçən il bunun adı başqa idi. Bu il bunun adı başqadır, Jupiter'dir. Mən ancaq bunun ana maddəsinə baxmışam, görmüşəm tərkib eynidir. Ola bilir. Əsas odur ki, preparatın tərkib hissəsinə, ana maddəsinə və onun tərkibində olan ana maddənin faizinə də baxmaq lazımdır. Bu dərmanları mən bugün siz üçün deyək ki, nümunə olaraq istifadəsini sizə göstərəcəyəm. Yəni ki, dərman üstündə yazıldığı instruksiya ilə 10 litrə 5 qram da ola bilər, 10 milliqram da ola bilər. İstifadə tövsiyə olunduğu halda o tərkibdən kənara çıxmayın. Çünki elə tərkiblər var ki, onun hətta 1 qramı artı olanda bitkiyə əks təsir göstərə bilir. Çünki o tərkibi ola bilsə küşür tərkiblidir. Digər tərkiblər xüsusən eyni yarpaqlı məsələn bitkilərdə, deyək ki, badımcandır, sonra deyək ki, xiyar bitkiləri, hansı yarpaqlar çox eynidir deyə, əhatəlidir, onların yük götürmə dərman götürmə qabiliyyəti çoxdur deyə, onlardan ehtiyatlı olmaq lazımdır ki, instruksiya əməl olunsun. Həm də ki, çalışmaq lazımdır. Bədənin bütün hissələri açıq olmasın. Əsasən papaq olmalıdır. Qoruyucu maska olmalıdır. Eyni zamanda həm də gözə zərər dəyməsin deyə maski də olmalıdır. Çiləyici aparat da istədiyiniz markadan götürə bilərsiniz. Bugün bizim markamız da budur. 5 litre olur, 10 litre ola bilər. Bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, çiləməni yaxşı apara biləsən, həm də ki, dərmanın istifadəsi qaydası ilə olsun. Mən bunu indi dərmanım hazırlamışam. 5 litrin normasını tökmüşəm, 5 qram əlavə eləmişəm. 10 litre olsa 10 qram, 20 litre olsa deyək ki, 20 qram əlavə elədim, dərmanı qarışdırdım, tam işte vəziyyətinə gətirəndən sonra vəziyyətə baxmaq. Havada görsən sakitdir bugün. Mən bugün çalışacağım ki, bunun dərmanını vurum. Bunların mənələrə qarşı əsasən nardır, heyvadır. Dediyim ki, bayaq saydığım bitkilərin hərəsində mənim sahəmdə çox yox, müəyyən növlərin, əsas növlərdən bəziləri var. İstifadə eləməyin qaydasını sizə göstərəcəm. O da mən hazırlaşıram tam geyinim. Dediyim kimi. Aparatı zapravka edirik. Yəni hava ilə zapravka edirik ki, o güclü püskürmə versin ki, yaxşı yayıla bilsin. Nə qədər püskürmə güclü olanda o daha effektiv olur. Bax, yanındakı nar ağacıdır. Nar ağacına bugün bu dərmanı vuracağım. Bunu yaxşı olaraq çiğnizdən də asa bilərsiniz. Çiğnizdən də asa bilərsiniz. Və yaxud da ki, başqa şeydir. Küləyin istiqamətinə qalmaq lazım. Gövdələriyle çalışma lazımdır. Əgər bir balaca meh də varsa, mehin əksinə yox, mehin istiqamətində durasan, dərmanı çiləsin, mehlə qoyasın, külək də aparacaq, bitkinin hissələrinə yerindən onu yapışdıracaq. O səbəbdən də ki, küləkli havada o cürə, həm də bütün gövdəsindən tutub, gövdədə əmələ gələn xırda pöhrələr əmələ gəlir, bitkilərin, çuxların köklərində, ağacların.
xırda pöhrələrlə onlar çox şirəli olurlar deyə. Birinci o mənada inkişafın orada keçirir. Ona görə də birinci əsasən oranı təmizləmək lazımdır. Təmizləsəz də oranı dərmanlamaq lazımdır ki, güclü təsir göstərə bilsin. Bu mənim yanımda durduğum o bayaq dediyim gavalı ağacıdır. Artıq meyvələr formalaşıb. Meyvələr formalaşıb. İndi burada həm mənənə, həm də yastıcaların inkişafı gözləniləndir. Mən odur ki, bu bitkinin dərmanlanmasını da sizə bir balaca burada göstərmək istəyirəm. Deməli bu. Sonra bir şey deyəcəm əsas. Mənənin orada olub olmamasını əsasən əgər gördünüz ki, ağacda qarışqalar hərəkət edir, torpaqdan yuxarı aşağı onların aktivliyi artıbsa, bilin ki, o ağacda mənələr artıq fəaliyyətdədir. O qarışqalar o mənələrin şirəsi ilə, daha doğrusu ifrazatıyla qidalanırlar əsasən və onların yayılmasında da onlar iştirak edirlər, o qarışqalar. Yəni mənəni götürür, aparır digər yerə, cavan zoğlara, bütün ağac üzərində onların yayılmasına şərait yaradırlar və zərər vurmasına şərait yaradırlar. Mən bunu çoxdan bu məsələni bəzi dairələrdə qaldırmışdım ki, bunların zərərli də fəaliyyətləri var qarışqaların. Düz zəhmətkeş olurlar, nə olurlar, öz işləridir. Ancaq özlərinin həyatı üçün, qidalanması üçün o qarışqalarda yayırlar, yastıcaları, qarışqaları yayırlar, üzüm oldu, ağaclar oldu, onların cavan zoğlarında yerləşdirirlər və orada da onlar artdıqca qarışqa koloniyası öz qidasını təmin edir. Burada da fikir verirəm, qarışqalar artıq gəzir. İstanbulun ətrafında gəzirlər. Bir də mənim yadımdan çıxdı, onu deyim sizə. Əlcəyimi götürmədim. Əlcəyim buradadır. Əlcəksiz olmaz. Mən sizin nümunə üçün dedim. Əlcəyim də buradadır və uzaqda qalıb. Yəni ki, əlcəksiz də qəti olmaz. Rezin əlcək olmalıdır əslində, əski əlcək yox. Mən bunu sizə təcrübə üçün göstərdim. Bu ağacların bütün gövdəsindən tutaraq, gövdəsi yerdən daxil olmalıdır. Gövdəsi daxil olmalıdır. Gövdəsini islatmaq lazımdır ki, qarışqalar da getməsin, istifadə olunmasın və bütün bitki belə dərmanlansın. Eyni proses tərəvəz əkinlərində də keçərlidir. İndi inşallah bu yaxınlarda hamısı iştirakəcək. Torpağın hazırlanmasıdır, alaq otların təmizlənməsidir, ilkin torpağın əkin hazırlanmasıdır. Bunlar hamısı məhsuldarlığın, məhsulun əmələ gəlməsi və onun inkişafı üçün şərtlərdir. Diqqətinizə görə minnətdaram, bu qədər məlumat verdim. Əgər nəsə bir əlavə məlumata ehtiyacınız olsa, mənim Facebookda səhifəm var. O səhifə ilə əlaqə saxlaya bilərsiniz. Hamınıza uğurlar.